2017-ci il Range Rover Sport 3 motor maşın çıxarılır. Xəraca maşının ön hissədən bufer zədəsi var, krılosunda və qapısında zədələri var. Göstərəcəm qapının da digər hissədən. Burada bir sürtünməsi var. Kapotunda gördüyünüz kimi belə bir zədəsi var. Krıloda həmçinin buferdə alınmalıdır maşına. Fara normal vəziyyətdədir. Farada normal vəziyyətdə. Sağ hissədən krılosunda hər hansı bir zədə yoxdur. Qapılar normal vəziyyətdə. Sadəcə burada belə bir gördüyünüz kimi kraska zədəsi var. Arxa hissədən normal vəziyyətdədir. Arxadan hər hansısa bir zədə yoxdur maşında. Arxa hissədən normal ideal vəziyyətdə. Açarsız daxil olma. Mövcuddur maşında. Maşın salonu təqdim edirəm. Maşın salonundadır. Multirul, monitor, koja salondur. Elektron sisteminin idarə olunması, Sideniyanın yaddaş paketi mövcuddur. Lük da mövcuddur maşında. Maşın salonunda çox gözəl ideal vəziyyətdədir. Buradan da maşın videonu paylaşdım. Kimlərə maşınlar lazımdırsa əlaqə saxlaya bilərsiniz yoldaşlar.